gənclərin hansına baxsaq, müxtəlif energetik içkilər var ki, özünün qablaşdırılması olur ki, uşaqlar üçün çöplü soklar adı ilə satılır. Bunlardır ki, bunların nə dərəcədə insan orqanizminə ziyanları var? Demək olar ki, birinci enerji içkilərindən danışdıq. Enerji içkiləri bugün bir çox insanların yenə də vaz keçilməz içkisi hesab olunsa da, onun tərkibindəki də asıllıq yaradan kimyəvi maddələr var və xüsusilə də qanunvericiliyimizlə 18 yaşından aşağı insanlara satılması, istifadəsi qadağandır. Və bu qadağa əsasən odur ki, onun orqanizmə təsiri bu o demək deyil ki, 18 yaşından yuxarı insana təsir etməyəcək. Sadəcə olaraq 18 yaşdan yuxarıdırsa, artıq o yetkinlik yaşına çatıb məsuliyyəti özü daşıyır. Və burada miqdarı da önəmlidir ki, çünki bir çox hallarda qeyd edirlər və bəzi insanlar var ki, ac-qarına bəzən daha artıq miqdarda bunu qəbul edir. Enerji içkilərinin tərkibində insanların özünə çəkən bəzən vitaminləri qeyd edirlər, bəzən müxtəlif faydalı maddələrin adını qeyd edirlər. Bunlar hamısı sintetik, kimyəvi mənşəlidir. Onu bilmək lazımdır və onlar orqanizmin özünün təbii funksiyalarını pozaraq, müdaxilə edərək, orqanizmin 24 saatlıq istifadə edəcəyi enerjisini 10 dəqiqədə aktivləşdirir və müəyyən bir vaxt keçdikdən sonra daha çox yorğunluq, daha çox yuxu gətirir. Ona görə bu məqamları bilmək lazımdır və bu təbii ki, 18 yaşdan aşağıya daha zərərli ola biləcəyi üçün bu qanunvericilikdə tənzimlənir. Digər məsələ onların tərkibindəki şəkərin miqdarının artıq olması ki, şəkər bugün narkotikdən də daha çox asıllıq yaradan maddədir. Və gün ərzində bizim hər birimiz qadınlar 20-25 qram, kişilər 30-35 qrama qədər şəkər qəbul etməlidir. Və bu meyvə tərəvəzinin tərkibində ola bilər, quru meyvələrdən ola bilər. Yenə də əgər doğru şəkildə rafinə olunmuşdursa, az miqdarda ondan da olar, əgər kimyəvi maddə ilə ağardılmayıbsa təbii ki. Ancaq həmin o qazlı şəkərli içkilərin, eləcə də enerji içkilərin tərkibində gündəlik normadan qat-qat artıq, təbii ki, bu onun növünə görə dəyişir, şəkər var. Və həmin insanlar əgər gənc yaşlarında da onu qəbul edirsə, həddindən artıq qəbul olunan kalori, şəkər qaraciyərlərdə yığılıb müəyyən bir yaşdan sonra, əvvəllər 40-50 yaşdan sonra bəzi insanlarda qaraciyər böyüməsi, yığılması, piylənməsi və yaxud da qaraciyər problemləri ilə üzləşirdisə, indi artıq gənclərin əksəriyyətində qaraciyər piylənməsindən əziyyət çəkirlər. Bu, həmin qəbul etdikləri artıq şəkərin hesabınadır. Ona görə bir mənalı şəkildə həmin içkilərin qəbul olunmasını tövsiyə etməzdim. Amma alternativ üsul olaraq istər işləyən insanlar, istər oxuyan insanlar, bizim çox gözəl nanəmiz, balımız, limonumuz var. Onunla dəmləmə edib, soyudub, sərin şəkildə içsələr, çox faydalı və təbii şəkildə enerji verən içki olar.